Salam, Pionerlər Məktəbinin 25-ci dərsinə xoş gəlmisiniz. Bugün biz növbəti mərhələyə keçirik. Artıq yeni bir növr üzərində, yeni imanlılar cəmiyyətlərini qurmağın vaxtı gəlib çatıb. Biz hələ də bugünkü kilsənin reformasiyasını davam etdirmək istəyirik. Lakin eyni zamanda yeni imanlılar cəmiyyətini qurmağın da vaxtı çatıb. Mən bu dərsimizin başlanmasını çox səbirsizliklə gözləyirdim. Əslində imanlılar cəmiyyəti nədir? Əvvəla, imanlılar cəmiyyəti aliyə çox oxşuyur. Lakin bir çox insanlar öz kilsələrində sanki kimsəsiz uşaqlar evində olduqları kimi böyüyürlər. Siz bir modeli götürüb bütün ailələr üçün istifadə edə bilməzsiniz. Yəni siz bir kilsə modelini götürüb onu bütün kilsələrə tətbiq edə bilməzsiniz. Bu dərsə baxın. Ümid edirəm bu dərs sizə xeyir dua verəcək, sizi oyadacaq. Allahın istədiyi imanlılar cəmiyyətini qurmaq istəyini sizdə yaradacaq. Hər kəsi Pionerlər Məktəbinin 25-ci dərsində salamlayırıq. Sizinlə birgə olmaq çox xoşdur. Əvvəlki dərsdən bir il yarım keçib. Yəni o vaxtdan bəri çox hadisələr baş verib. Biz artıq başqa bir yerə köçmüşük. İndi Danimarkada olan İsa mərkəzində yaşayırıq. Sonuncu dərsimizdən sonra biz Rəbb ilə 7 günlük macəra filmini çəkib hazırladıq. Bir çox insanlara bu film böyük təsir edib. Bir neçə gün və ya həftədən sonra isə artıq biz növbəti sonuncu reformasiya, Həyat adlı yeni filmimizi təqdim edəcəyik. Dediyim kimi, Pionerlər Məktəbinin sonuncu dərsindən sonra çox hadisələr baş verib. Həyatımızda Allahın etdiklərinə valihəm. Bütün bunlar məni çox ruhlandırır. Biz Allahla olan həyatımızda çox şeylər öyrənirik. Çünki çoxlu sayda insanların həyatının dəyişdiyini görürük. Hətta bu dəyişikliklər bir neçə il əvvəl arzuladıqlarımızdan qat-qat çoxdur. YouTube'da sonuncu reformasiya başlanğıc filminə baxdıqdan sonra Kickstartla başlayaraq oyanış həyatını yaşayan bir çox insanların olduğunu da görürük. Həmin insanlar bir çox tənqidlə qarşılaşsa da daha çoxunu əldə etməyə can atırlar. Bundan sonra isə onlar bu Pionerlər Məktəbinin dərslərinə baxır və bizimlə birlikdə iman yolunda irəliləməyə davam edirlər. Allahın işlərini görmək çox möhtəşəmdir. Amma dediyim kimi, biz çox şey öyrənirik. Allah isə fərqli yeni şeylər edir. Hesab edirik ki, həqiqətən növbəti addım atmağın vaxtı çatıb. İmanlılar cəmiyyətlərini yaratmağın vaxtı gəlib çatıb. Artıq yeni bir növr üzərində, yeni imanlılar cəmiyyətlərini qurmağın vaxtıdır. İndi sizə bunu demək istəyirəm. Biz özümüzü sonuncu reformasiya adlandırırıq. Bunun səbəbi odur ki, biz kilsəni reformasiya edilməsini görmək istəyirik. Biz artıq mövcud olan kilsəni reformasiya etməyə cəhd eləmişik və elə indi də bunun üçün çalışırıq. Beləliklə, mövcud kilsəni müxtəlif yollarla reformasiya etməyə çalışmışıq. Kilsəmizi reformasiya etmək istəyirik. Bizə kömək edə bilərsinizmi? Bunu necə edə bilərik? Təklifi ilə yanımıza gələn pastorlarla da işləməyə cəhd eləmişik. Həmçinin öz kilsələrində islahatlar aparmaq istəyən ağsaqqallar və yaxud cəmiyyətlərin üzvləri ilə də işləmişik. Düzünü desəm, bu heç də asan deyil. Bunu xüsusilə vurğulamaq istəyirəm. Kilsənin reformasiyası heç də asan iş deyil. Biz onların özlərinin də mövcud köhnə kilsə sistemini dəyişməyə çalışdıqlarını da görmüşük. Lakin bu uğurlu olmayıb. Bəzi hallarda buna cəhd edən keşiş işdən çıxarılıb. Bəzi hallarda bunu etməyə cəhd edən ağsaqqalları və ya kilsə üzvlərini, həmin cəmiyyətləri tərk etməyə məcbur ediblər. Digər hallarda isə reformasiya cəhdləri kilsənin bölünməsinə gətirib çıxmasına səbəb olur. Mən hər dəfə bunu görəndə düşünürəm. İsa, biz nə vaxt öyrənəcəyik? Nə vaxt sənin dediklərinin mənasını başa düşməyi öyrənəcəyik? Çünki İsa'nın bu barədə dediklərini oxuyuruq. Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldururlar. Onda hər ikisi qorunar.
Matta 9:17-də İsa bunu deyir. İsa deyir ki, siz yeni şərabı köhnə şərab tuluqlarına tökməməlisiniz. Bunun səbəbi nədir? Çünki köhnə şərab tuluqları yeni şərabı saxlaya bilməzlər. Əgər siz bunu etsəniz, köhnə şərab tuluqları deşilər və onlara tökülən yeni şərab da dağılıb zay olar. Beləliklə, Allah yeni şərabı qoruyub saxlamaq üçün bizə yeni şərab tuluqları verir. Deməli, bizə yeni şərab tuluqları əldə etmək lazımdır. Mən heç də kilsə binası, bazar günü xidmətləri, uşaqlar üçün müqəddəs kitab məktəbləri və s. köhnə şərab qabları olduğunu nəzərdə tutmuram. Həqiqətən, dəyişmək istəyən insanlar var. Bunlar yeni şərab kimidirlər. Onlar kilsənin reformasiya olunmasını arzulayırlar. Amma bu o qədər də asan deyil. Bu, sadəcə bizim başladığımız bir təcrübədir və heç də asan deyil. Kilsəni reformasiya etməyə cəhd edirik. Biz bunu davam etməyə çalışırıq. Həmçinin bu reformasiyanı həyata keçirməkdə bizimlə əməkdaşlıq etməyə hazır olan kilsələrlə də işləməyə çalışacağıq. Amma eyni zamanda həqiqətən də yeni bir cəmiyyəti qurmağın vaxtı gəlib çatıb. Vaxtımızı və enerjimizi köhnə sistemi reformasiya etməyə sərf etməyə əvəzinə sıfırdan başlamaq lazımdır. Yəni artıq imanlılar cəmiyyətini yeni bir təməl üzərində qurmağın vaxtıdır. Dostlarımla bu barədə çox söhbət etmişik. Çoxlu dua da edirik. Çünki bilirik ki, bizim arxamızda bir çox insanlar gəlməkdədir. Onların arasında öz kilsələrini tərk etmiş insanlar da var. Heç bir kilsəyə getməyənlər də var. Onlar kickstartlar keçirdiyimiz zaman xilas olublar. Onlardan bir çoxları belə bir sualla bizə müraciət edirlər. Bəs bundan sonra necə olacaq? Bəs indi nə edək? Mən artıq heç bir kilsədə və ya izmada deyiləm. Orada gördüklərimə özümü uyğun hesab etmədiyim üçün oranı tərk etmişəm. Yaxud deyirlər, mən heç vaxt, heç bir cəmiyyətdə olmamışam. Yaxşı, bəs indi mən nə etməliyəm? Növbəti addımım necə olmalıdır? Mən bu barədə bugünkü dərsdə Pionerlər Məktəbinin növbəti dərslərində də danışmaq istəyirəm. Mən yenə sizə o dini eynəkləri çıxarmağa kömək eləmək istəyirəm. Siz dini eynəkləri çıxarandan sonra İmanlılar cəmiyyətinin əsl mənasının nədən ibarət olduğunu öyrənməniz üçün sizi oyatmaq istəyirəm. Müqəddəs kitabın və İsa'nın söylədiyi gerçək imanlılar cəmiyyəti necə yarana bilər? Ümid edirəm ki, bizimlə birlikdə bu mövzunu araşdırmağa hazırsınız. Yəni, kilsə haqqında olacaq bizim növbəti dərslərimizə baxmağı planlaşdırırsınız. Bu dərslərin bir çoxlarınıza azadlıq gətirəcəyinə ümid edirəm. Bu dərslərin sizin üçün bir təməl olacağını da arzu edirəm. Bu sizə başlamaq üçün bir təkan verəcək. Artıq siz belə deyəcəksiniz. Bax, bizim istədiyimiz də elə budur. Biz bunu edə bilərik. Nəticədə Əhd-i Cədid dövründəkinə oxşar izmaları, imanlılar cəmiyyətlərini qura bilməniz üçün insanları bir araya gətirə biləcəksiniz. Dua ilə başlayaq. Allahım, gördüyün işlərə görə sənə təşəkkür edirik. Dünyada baş verən heyrətamiz hadisələrə və bütün bunları görmək şərəfini bizə qismət etdiyinə görə sənə minnətdarıq. Biz bunlardan daha böyük hadisələrin olacağını bilirik. Sadəcə küçələrdə müjdəni vəz etməkdən, kickstart alıb insanları Məsihə gətirməkdən daha möhtəşəm olan imanlılar cəmiyyəti var. Biz bunların hamısını istəyirik. Hamımız Əhd-i Cədid dövründəki İmanlılar cəmiyyətlərinin hər yerdə olmasını istəyirik. Burada aldığınız biliklərin əsasında gələcəkdə imanlılar cəmiyyəti qurasınız. Allahım, öz müqəddəs ruhunla indi bizi doldur. İsa'nın adı ilə. Amin. Artıq qeyd etdiyim kimi, dərsimizə bu mövzu haqqında danışmaqla başlamaq istəyirəm. Əvvəlki ilk 20 dərsdə danışdığımız bəzi mövzular üzərində qurmaqda davam etmək istəyirəm. 17-ci dərsimizdə mən kilsə haqqında biraz danışmışdım. Həmin dərsdə biz artıq bunların üzərindən keçmişdik. Mən kilsənin 2 ayaq üzərində qurulmuş olması haqqında danışmışam. Bunlardan birincisi böyük əmr, digər isə müjdəni yaymaq üçün verilmiş tapşırıqdır. Beləliklə bizə verilmiş böyük əmr budur. Allahını sev və qonşunu sev. İsa'nın dediyi budur. Bu, qanun üzərində qurulmuşdur. Allahınızı sevin və qonşunuzu da özünüzü sevdiyiniz kimi sevin. Böyük əmr məhz budur. Bundan başqa bizə müjdəni yaymaq da tapşırılıb. Gedin, millətləri mənim şagirdim edin. Bunlar imanlılar cəmiyyətinin tərifidir. Yeni imanlılar cəmiyyəti Allahı bütün varlığı ilə sevmək, bir-birinə məhəbbət göstərmək,
qonşusunu özləri kimi sevmək və şagird hazırlamaq məqsədi ilə bir araya toplaşmış insanların cəmiyyətidir. Beləliklə, imanlılar cəmiyyəti budur. Amma kilsəni götürüb bir din qutusuna qoyublar, sonra onun ətrafına hasar da çəkiblər. Burada söhbət artıq bina, işçi heyəti, proqramlar və büdcədən gedir. İlk imanlılar cəmiyyətində olanlar isə Allahı sevirdilər, öz qonşularını sevirdilər, şagird hazırlayırdılar. Bütün bunları kilsə binası olmadan, işçi heyəti olmadan, proqram və ya büdcə olmadan yerinə yetirirdi. Öz evinizdən də istifadə edə bilərsiniz. Yəni bir bina olmasa da siz bütün bunları edə bilərsiniz. Binanız varsa demirəm ki, bundan istifadə etməyin. Çünki Paul özü də binanın içində vəzi edirdi. Lakin bina kilsəni heç də müəyyən etmir. 17-ci dərsdə mən bugün kilsədə gördüyüm problemlər barədə danışmışdım. Bugün kilsə elə təşkil olunub ki, bütün işləri görmək üçün kilsə üzvlərinin cəmi 10% cəlb olunur. Bu da onları həddindən artıq yüklənməsinə və daim məşğul olmalarına səbəb olur. Kilsənin üzvlərinin 30% isə məyus olmuş vəziyyətdədir. Onlar kilsədə fəal olmaq üçün öz növbələrini artıq uzun müddətli səbirsizliklə gözləyirlər və daha çox fəal olmağa can atırlar. Daha sonra isə kilsədə qalan 60% insanlar vardır ki, bunlar əvvəllər məyus olmuş, indi isə artıq həm öz çağırışlarından, həm də gələcəyə aid niyyətlərindən daha imtina etmişlər. İndi onlar sadəcə olaraq kilsəyə gedirlər. Onlar öz ilk məhəbbətlərini itiriblər və Məsihdəki həyatdan uzaqlaşıblar. Kilsəni reformasiya etmək lazımdır. Siz 17-ci dərsə baxsanız, bu barədə daha çox şeylər öyrənəcəksiniz. 18-ci dərsimizdə isə mən İsa'nın imanlılar cəmiyyətinə aid niyyəti haqqında danışmışdım. Luka 10-dan danışdım. Mənim deyil, onun iradəsi olsun. İsa'nın istəyi bax budur. Burada söhbət nə bizdən, nə də bizim kilsə haqqında düşüncələrimizdən getmir. Əsas məsələ budur. Biz İsa'nın kilsəni necə görmək istədiyini anlamalıyıq. Sonra isə onun dediyi kimi etməliyik. Əgər bu dərsləri hələ də görməmisiniz, mən sizi onlara baxmağa dəvət edirəm. Çünki mən indi diaqramda gördüyünüz təməlin üzərində qurmağa davam edərək növbəti dərslərimizin mövzularının izmanını verəcəyəm. Beləliklə, kilsə nədir? Siz öz kilsənizi necə qurursunuz? Bu çox yaxşı sualdır. Biz kilsə barəsində danışırıq. Artıq çoxlarınız kilsənin nə toplantı, nə bina, nə də hər hansı bir qurum olmadığını bilirsiniz. Yəni çoxlarınız bunu artıq anlayır. Ona görə də mən vaxt itirməmək üçün daha bu haqda danışmayacağam. Bir sözlə, mən sizə kilsənin başqa bir şəklini təsvir etməyə çalışacağam. Allahın imanlılar cəmiyyətinə aid niyyətləri nədir? Allahın istədiyini əks etdirən bu mənzərə mənim üçün ən düzgün nümunədir. İmanlılar cəmiyyəti bir ailədir. Kilsə məhz ailədir. Beləliklə, kilsə bir ailədir. Yəni, imanlılar cəmiyyəti bir ailə kimi olmalıdır. Ailə nədir? Hamımız müəyyən bir ailədə doğulmuşuq. Yəni, biz öz cismimizdə müəyyən bir ailədə doğuluruq. Yəni, hər birimizin anamız, atamız, qardaş və yaxud bacılarımız var. Ailə isə Allahın biz insanlar üçün yaratdığı bir yerdir. Beləliklə, biz ailədə böyüyür, yetkinləşir və sonra da evimizi tərk edərək öz ailəmizi qururuq. Allahın planına uyğun olaraq biz insanlar ailədə yaşamalıyıq, ailədə olmalıyıq və ailədə böyüməliyik. Bir sözlə, bu, Allahın bizim üçün olan istəyidir. Bu anlayış öz-özlüyündə çox möhtəşəmdir. Allah hər şeyi ana və ata ilə birgə yaratdı. Ailədə ana hər cür təhlükəsizliyi və rahatlığı təmin edir. Bu zaman biz düşünürük, hər şey yaxşıdır. Çünki anam buradadır. Anam bizi sevir. O daim yanımızdadır. Həmçinin bizdə əminlik və güvən yaratmaq üçün ailədə atamız da var. Lazım olanda o bizi dəstəkləyərək deyir: İrəli gedək, oğlum, sən bunu bacararsan. Hadi mənim gözəl şahzadə qızım, irəli gedək. Ata və anamız bizim daxilimizdə nə isə yaradırlar. Həmçinin bizim birlikdə böyüdüyümüz qardaş və bacılarımız da olur. Lakin bizlərdən bir çoxumuzun heç də mükəmməl olmayan bir ailədə böyüdüyümüzü görürəm.
Bəlkə də siz qardaş və ya bacısız böyümüsünüz. Ola bilsin, öz ananızla sizin yaxın münasibətiniz heç vaxt olmayıb, ancaq lap əvvəldən ailə bayaq qeyd etdiyim xassələrlə yaradılmışdı və belə olması da nəzərdə tutulurdu. Yəni biz uşaq ikən ata, ana, qardaş və bacılarımızla birlikdə yaşamalı və böyüməli idik. Budur ailə. Həmçinin ailə Allahı mükəmməlcəsinə təmsil edir. Lakin hətta mükəmməl ailədə belə mübahisələr olur. Hətta mükəmməl ailədə də bəzən problemlər və çətinliklər yaranır. Amma buna baxmayaraq, siz hər zaman bir-birinizi bağışlayır və sevirsiniz. Çünki siz bir ailəsiniz. Bu səbəbdən də ən mükəmməl ailə belə heç də kifayət qədər mükəmməl olmur. Allah yaratdığı insanların bir ailədə böyümələrini nəzərdə tutmuşdu. Allahın ilkin niyyəti bu olub. Lakin bəzilərimiz ailəsiz, yaxud da ata-anasız olduqları üçün yetim və kimsəsiz uşaq evində böyüyüblər. Uşaq evlərində böyüyən uşaqların valideynləri yanlarında deyirlər. Çünki onların valideynləri yoxdur. Lakin valideynlərinin əvəzində bu uşaqlara baxmaq üçün uşaq evində işləyən tərbiyəçi rəhbərlər var. Orada iş saatları bitdikdən sonra bu tərbiyəçi rəhbərlər öz ailələrinə gedirlər. Kilsələrdə bir çox insanlar da məhz belə böyüyüblər. Bu barədə daha sonra ətraflı danışacağam. Bir çox insanlar kilsədə belə olublar. Valideynlərlə birgə ailə həyatı yaşamayıblar. Bir çoxları belə rəhbərləri olan uşaq evlərindəki yetimlər kimi böyüyüblər. Burada çox böyük fərq var. Bir var rəhbərləri olan uşaq evi, biri də var valideynləri olan ailə. Mən bu mövzuya bir qədər sonra yenə qayıdacağam. Allah ailənin olmasını istəyir. Allah əvvəldən insanın ailədə olmasını nəzərdə tutub. Allah özü bizim atamızdır. İsa Məsih həm bizim xilaskarımız və həmçinin də qardaşımızdır. Biz hamımız bacı və qardaşlarıq. Biz bir ailəyik. Siz ya ailədə doğulursunuz, yaxud bir ailə tərəfindən övladlığa götürülürsünüz. Biz yenidən doğulanda birbaşa Allahın ailəsinin üzvü oluruq. Bu bizim xeyrimizədir. Yəhya 1, 12-13-də deyilir. Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. Beləliklə, siz yenidən doğulan zaman Allahın övladı olursunuz. Allahın ailəsinə üzv olursunuz. Bu real bir ailədir. Matta 12, 46-50-də İsa'nın anası və qardaşları onu aparmağa gəlmişdilər. Çünki elə bilirdilər ki, İsa ağlını itirir. Kimsə İsa'ya dedi, budur, anam və qardaşlarım bayırda dayanıb səninlə danışmaq istəyir. Amma İsa dedi, mənim anam və qardaşlarım kimlərdir? Əlini şagirdlərinə doğru uzadaraq dedi, mənim anam və qardaşlarım bunlardır. Çünki kim göylərdə olan atamın iradəsini yerinə yetirirsə, mənim qardaşım, bacım və anam odur. İndi İsa'nı təsəvvür edin. Özünüzü İsa'nın anasının və ya qardaşlarının yerinə qoyun. Onlar İsa ilə danışmağa gəldikdə İsa'nın ağlını itirdiyini düşünürdülər. Onlar doğma, yaxın qohumları, yaxın ailəsi kimi İsa'nın yanına gəldilər. Budur doğma qardaşlar və ana gəliblər. Amma İsa orada olan hər kəsə belə deyir. Mənim ailəm kimdir? Əsl ailəm buraya gələn qohumlarım deyil. Mənim ailəm burada olan insanlardır. Mənim gerçək ailəm bunlardır. İsa'nın bu insanları özünün əsl ailəsi kimi görməsi həqiqətən radikal bir fakt kimi görünür. Danimarkada belə bir atalar sözü var. Məncə bu məsəl elə hər yerdə istifadə olunur. Qan sudan daha qatıdır. Bu məsəlin mənası nədir? Qan sudan daha qatıdır. Bu, ailə bağlılığının dostluqdan daha güclü olması mənasını çatdırır. İnsanlar bu atalar sözü ilə ailənin həmişə birinci yerdə olduğunu demək istəyirlər.
Əlbəttə, dostların olması da yaxşıdır. Amma dostlar və ailə arasında etibar etmək yönümündə seçim etməli olsaq, əlbəttə ailə daha etibarlıdır. Çünki bu əlaqə daha vacib, daha dərin və daha güclüdür. Qan sudan daha qatıdır. Bəs ruha gəldikdə necə? Ruh isə həm dostluqdan, həm də ailədən daha güclüdür. Çünki ruh çox cəhətdən daha güclü və təsirlidir. Yəni, Məsihdə bizi ruh birləşdirir. Demək istəyirəm ki, Allah verdiyi imanlılar cəmiyyəti anlayışı əslində bir quruma üzv olduqdan sonra ona daxil olmaq mənasını vermir. Yəni, biz eyni bir kilsənin üzvləri oluruq və indi eyni bir kilsəyə getdiyimiz üçün daha bir-birimizi sevməyə məcbur oluruq. Salam, salam. Necəsən? Yaxşı, təşəkkür edirəm. Hər şey qaydasındadır. Bəli, hər şey yaxşıdır. İnsanlar bu yolla bir-biri ilə yaxın olmurlar. Allahın imanlılar cəmiyyətinə aid niyyəti onun bir ailə kimi fəaliyyət göstərməsidir. Bizi birləşdirən amil və məqsəd təbii ailə ilə yaşadıklarımızdan daha da dərinə gedir. Xüsusən də təbii ailə üzvlərinin göydən doğulmadıkları halda bu daha aşkar nəzərə çarpır. Çünki əgər siz artıq göydən doğulmuş bir imanlısınızsa, o zaman ruhanilik amili xüsusi əhəmiyyət kəsb edir. Mən özümün imanlılar cəmiyyətinə mənsub olmağım barədə danışmaq istəyirəm. Yəni mən əvvəlcə bir kilsənin təşkil edilməsinə kömək etmişəm. Daha sonra digər bir kilsənin də təşkil edilməsində iştirak etmişəm. Özü də mən bütün bunları kilsənin ailə olaraq fəaliyyət göstərməli olduğunu anlamadan etmişəm. Çünki əsl kilsə həyatını dadmadan və onun bir ailə olduğunu anlamadan bütün həyatınız boyu kilsədə olmaq və hətta kilsənin təşkil edilməsinə belə dəstək vermək mümkündür. Mən demirəm ki, biz hamısını artıq bilirik, biz hələ də öyrənirik və böyüyürük. Amma biz heyrətamiz bir şey görürük. Biz məhz ailəni görə bilirik. Bunu həqiqətən də gözəl şəkildə görməyə başlayırıq. Özü də bu, heç bir quruma üzv olmaq deyil. Bu, ruhda bir ailə olmaqdır. Özü də ki, bu ailə hər hansı bir qurumdan daha güclüdür. Burada ailə və kimsəsiz uşaqlar evini müqayisə edirik. Siz bunların arasında çox böyük bir fərq görə bilərsiniz. Ailədə valideynlər, yəni ata və ana var. Bunu mən artıq qeyd etmişdim. Valideyn olmaq nə deməkdir? Ailədə valideyn olmaq, övladlarınızı əsl həyata hazırlamaq deməkdir. Kimsəsiz uşaqlar evlərində isə tərbiyəçi rəhbərlər işləyirlər. Bu rəhbərlərin vəzifəsi öz işlərini yaxşı görməkdir. Ancaq iş saatı bitdikdən sonra onlar öz evlərinə qayıdırlar. Yəni öz ailələrinin həqiqətən sevdikləri, uğrunda canlarını verməyə hazır olduqları doğma insanlarının yanına gedirlər. Ailədə olan valideynin əsas bir məqsədi var. Bu məqsəd onun övladlarıdır. Ailədə əsas birinci yerdə valideyn özü deyil, onun övladlarıdır. Valideynin məqsədi övladlarını sağlam böyütməkdir. Onları müstəqil həyata hazırlamaqdır. Bir valideyn kimi siz övladlarınızın ailə qurmalarını, övlad sahibi olmalarını, onların yetkinləşdiyini görməyə arzulayırsınız. İnsanlar sırf əylənmək üçün uşaq sahibi olmurlar. İnsanlar bu məsələyə ciddi yanaşırlar. Özü də bu məsuliyyət onların bütün vaxtlarını alır. Bizlərdən çoxumuz kilsədə bunu görməmişik. Çoxlarımız kilsədə liderlərlə birlikdə kimsəsiz uşaq evindəki kimi olublar. Kilsədə valideynlərimiz olmayıb, çoxlu sayda nəzarət qaydaları tətbiq edən kilsə rəhbərləri olub. Onların hər bir adama çox vaxt ayırmalarına imkanları yoxdur. Çünki kimsəsiz uşaqlar evində cəmi bir neçə tərbiyəçi rəhbər və çoxlu sayda uşaqlar olur. Burada bir-birimizi tanımağa və birgə nəyisə etməyə vaxtımız heç olmur. Özü də bizlərdən çoxumuz öz həyatımızda kilsəni böyük bir proqram kimi görmüşük. Yəni kilsədə ailə həyatında yaşadığımız kimi ünsiyyətdə olub inkişaf etməyimiz baş vermir. İndi biz kilsələrlə əməkdaşlıq edərkən və icma birlikləri qurmağa çalışdığımız zaman daim təkrarlanan bir problemlə üzləşirik. Bu problem isə insanların travma aldıqları kimsəsiz uşaq evlərinə bənzər kilsəsindən çıxmalarından irəli gəlir.
Bu travma və ondan yaranmış əzab, ağrılar insanlarda qorxu hissi yaradır. Bunun nəticəsində onlar rəhbərliyə yenə tabe olmaqdan artıq qorxurlar. Onlar yenidən tabe olmaq və yenidən zərər çəkməkdən qorxurlar. Onlar qorxurlar. Bunun nəticəsində də kilsədə insanlar sağlam olmayan bir şəkildə müstəqil yaşamaq istəyirlər. Bu yolla siz bir imanlılar cəmiyyəti ola bilməzsiniz. Çünki bizim heç birimiz ayrılıqda Məsihin bədəni deyilik. Lakin biz hamımız bir bədənin üzvləriyik və həmçinin bizim bir-birimizə həqiqətən də ehtiyacımız var. Biz tək başına böyüyə bilmərik. Biz əsl imanlılar cəmiyyəti olmalıyıq. Biz bu həyatı yaşamalıyıq. İndi mən bunu necə etmək barədə danışacağam. Yəni məqsədim bu vərəqdə yazılmış suala cavab verməkdir. Siz necə ailə ola bilərsiniz? Siz həqiqi imanlılar cəmiyyətini necə təşkil edə bilərsiniz? Əgər siz evinizdə əhd-i cədid imanlılar cəmiyyətini başlamaq istəyirsinizsə, müqəddəs kitabın bəhs etdiyi ailəni, həmin cəmiyyəti qurub bu həyatı yaşamaq istəyirsinizsə, bunun üçün nə etməlisiniz? Birincisi, bəzi insanlar bu məsələnin çox aydın olduğunu söyləyəcəklər. Çünki həmin insanlar bunu bildiklərini düşünürlər. Lakin bu heç də belə deyil. Bu birliyi, bu həyatı və bu cür ailəni qurub bu həyatı yaşamaq istəyən insana lazım olan ilk şərt onun bir imanlı kimi yenidən doğulmasıdır. Onlar eyni ruha malik olmalıdırlar. Çünki sizinlə eyni ruhda olmayan insanlarla siz birləşə bilməzsiniz. Bu mümkün deyil. Çünki yeşillik yalnız eyni bir ruhda mümkündür. Özdəki bu qana görə deyil, ruha görə mümkündür. Sizinlə eyni ruhda olmayan insanlarla siz birlikdə ola bilməzsiniz. Mən bu məsələni bugün kilsələrdə olan böyük bir problem hesab edirəm. Yəni kilsələrə gedən insanların çoxu əslində tam ruhdan doğulmayıblar. Kilsələrə gedən insanların çoxu əslində yenidən doğulmayıblar. Deməli siz onlarla heç vaxt ruhda birliyə nail ola bilməzsiniz. Əgər insanlarda həmin ruh yoxdursa, siz onlarla birləşə bilməzsiniz. Çünki bu qəti mümkün deyil. Bu səbəbdən də biz bunu getdikcə daha da çox görürük. Bugün kilsələrimizin güzəştə gedərək həqiqətdən və müjdədən yayındıqlarını görürük. Çünki onlar kilsəyə daha çox üzv cəlb etmək istəyirlər. Həqiqətdən yayındıqlarına görə daha radikal olmurlar. Kilsələrdə başqa ruhda olan, göydən doğulmayan insanlar olurlar. Elə bu səbəbdən də siz kilsədə ailə həyatını yaşaya bilmirsiniz. Bunu yaşamaq üçün siz mütləq göydən doğulan bir imanlı olmalısınız. Uşaq fiziki olaraq doğulduğu kimi ailəyə daxil olmaq üçün siz də həmin ailədə doğulmalısınız. Yəni siz də eyni ilə həmin ruha malik olmalısınız. Siz də eyni genlərə, eyni məqsədlərə və eyni həqiqətə malik olmalısınız. Özdə təkcə eyni ruha malik olmaq kifayət etmir. Sizə həmçinin eyni həqiqətə də malik olmaq lazımdır. İsa ona necə ibadət edilməli olduğunu izah edərkən, Yəhya 4-də aydın deyir. Allah ruhdur və ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir. Yəhya 4:24. İsa insanların ona yalnız ruhda ibadət etməli olduqlarını demədi. Həmçinin o təkcə həqiqətdə də ibadət etməli olduqlarını demədi. İsa məhz belə dedi, ruhda və həqiqətdə ibadət etməlidir. Mən bununla insanın göydən doğulmasının əhəmiyyətini vurğulamaq istəyirəm. Həqiqət isə doğru anlamada, təməldə və eyni məqsədə malik olmaqdadır. İmanlılar cəmiyyəti və həyat haqqında fərqli fikri olan 20 insanla siz birlik yarada bilməzsiniz. Siz heç zaman bu cür müxtəlif fikirlər söyləyən insanlarla yeşil ola bilməzsiniz. Siz bu yolla getməlisiniz. Mən o yolu bəyənmirəm. Biz daha mehriban olmalıyıq. Mən bu yolla getməyimizi istəyirəm. Bu tərzdə heç cür birlik yaratmaq mümkün deyil. Mən insanların bu tərzdə danışdıqları kilsələrdə olmuşam. Lakin bu nəticə vermir. Qurmağı qeyri-mümkün olan bir şeyi qurmaq üçün həddindən artıq çox vaxt sərf edilir. Bu səbəbdən də biz eyni fikrə gəlməliyik. Mənim yox, sənin iradən olsun, ilahi. Beləliklə, İsa'nın haqqında danışdığı imanlılar cəmiyyəti bizim şəxsi istəyimiz deyil.
Bu əsl imanlılar cəmiyyətidir. İsa'nın haqqında danışdığı imanlılar cəmiyyəti əsl imanlılar cəmiyyətidir. Lakin həqiqət, idrak və ruh birlikdə olduğu zaman əsl ailə həyatı mükəmməl alınır. İmanlılar cəmiyyəti güclü bir ailə ola bilər. Bu ailədə siz əsl həyatı yaşaya bilərsiniz. Oradakı adamları siz həqiqətən sevə bilərsiniz. Həmin adamların uğrunda hətta ölümə belə gedə bilərsiniz. Bu mühitdə siz çox tez böyüyürsünüz, sağlam böyüyürsünüz. Çünki sizin ruhani valideynləriniz var. Çünki ailə mühitində yaşayırsınız. Özü də bu cür yaxşı şəraitdə insanlar ruhən çox tez böyüyürlər. Bəs biz ailə kimi necə ola bilərik? Sual verilsə, mən belə tövsiyə verərdim. Birincisi, bir araya gələnlərin hamısı mütləq ruhdan doğulmalıdırlar. İkincisi, mütləq eyni təməl üzərində qurmalısınız. Bəzən insanlar soruşurlar, biz birlikdə necə toplana bilərik? Bəs imanlılar cəmiyyətini necə təşkil etmək olar? Mən bunu həmişə deyirəm. İmanlılar cəmiyyəti bir proqram deyil. Siz bunu özünüz də görəcəksiniz. Ailəni necə yarada bilərsiniz? Əgər ailə kimi bir yerdə yaşayırsınızsa, o zaman siz hansı mühitdə və necə yemək yeyirsiniz? Məgər siz hər dəfə nahar zamanı yeməyə başlamazdan əvvəl belə deyirsiniz, masa arxasına xoş gəldiniz. Əvvəlcə atam nəyisə deyəcək. Sonra isə kiçik bacım mahnı oxumalıdır. Bacım bizi salamlayıb mahnını bitirdikdən sonra anamız da nəsə deyəcəkdir. Beləliklə bundan sonra mənim də nəsə demək növbəm çatacaq. Elədirmi? Ailədə süfrə başına toplaşanda hər şeyin proqramı əsasən getməsinə nəzarət edirsinizmi? Bu belə olmur. Elə deyilmi? Çünki ailədə yeməyin təşkili olduqca təbii surətdə baş verir. Yəni bu təbii olur və hər bir ailədə fərqlidir. Olduqca böyük olan dini eynəklərimizə görə bizə bunu başa düşmək olduqca çətindir. İndi isə təlim haqqında danışacağam. Mən ruhdan doğulandan sonra bugün həyat yoldaşım olan Leni ilə tanış oldum. Sonra isə biz evləndik. Qaynatam mənim ruhani atam oldu. Mənə təlimi məhz qaynatam verib. İlk vaxtlar qaynatam məni öyrədirdi. O məndə bünövrəni qoyan ruhani ata idi. Özü də mənə çox şey öyrədirdi. Amma onun mənə təlim verdiyi illər ərzində biz heç vaxt görüşlərimizi hər hansı bir proqrama əsasən keçirməmişdik. Bu, heç bir dəfədə belə olmayıb. Bizim bütün dərslərimiz adi həyat mühitində təbii olaraq baş verirdi. Adətən mən qonaq otağımızda oturub, əlimə müqəddəs kitab alaraq, başa düşmədiyim hər hansı hissəni oxuyurdum. Bu zaman mənə aydın olmayan hissə barədə qaynatamdan soruşurdum. Bu zaman qaynatam, başa düşmədiklərimi mənə izah edirdi. Deməli bunun mənası budur. Aha, başa düşdüm. Bəs bu ayə barədə nə deyə bilərsən? Qaynatam yenə də bunları mənə izah edərdi. Qaynatam mənim ruhani həyatımın təməlini qoyan və məni öyrədən bir şəxs idi. Ancaq heç bir planlaşdırılmış görüş olmurdu. O demirdi, xoş gəldin. Bugün bizim öyrənəcəyimiz mövzu budur. Xeyr, görüş bu cür baş vermirdi. Hər məşğələmiz çox təbii şəkildə və həmçinin ailə şəraitində öz yolu ilə gedirdi. Məncə, kilsələrdə bu itirilib. Bu barədə daha sonra söhbət açacağam. Biz hər hansı bir proqram haqqında danışarkən vəziyyət çətinləşir. Çünki biz proqramlar istəyirik. Biz bunu necə edəcəyimizi dəqiqliklə bilmək istəyirik. Biz proqramımızın mərhələlərlə keçməsini istəyirik. Bir araya gələndə bizim etmək istədiyimiz məhz budur. Ev qruplarından ibarət kilsə hərəkatında ən çox istifadə olunan ayələrdən biri 1 Korinflilərə 14:26-dır. Burada Paul deyir: Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir namalum dildə sözü, bir izahı var. Qoy bunlar hamısı bir-birinizin inkişafı üçün olsun. Mənim bu ayədən xoşum gəlir.
Çünki bu çox güclü bir mətndir. Özü də bir çox sadə ev kilsələri məhz bu ayəyə əsasən qurulublar. Amma bu ayə eyni zamanda yeni quruma, yeni sistemə və yeni bir qanuna da çevrilə bilər. Biz öz-özümüzə belə deyirik. Yaxşı, bəs bunu necə edək? Paul biz hər dəfə bir araya gələrkən hər kəsin icra etmək istədiyi bir şeyin olması barədə danışır. Yaxşı, mahnını kim oxuyacaq? Oldu, sən oxuyarsan. Sonra siz bir təlim keçəcəksiniz. Daha sonra o qadın dillərdə danışacaq. Onun tərcüməsini də verəcək. Sonra daha nə isə və s. olacaq. Sonradan bu qayda kilsə yaratmağın nümunəvi bir üsuluna çevrilir. Yəni indi kilsə toplantısına gəldikdə bütün bunları addım-addım yerinə yetirmək gərək olur. Amma bu heç də belə olmamalıdır. Düşünürəm ki, Paul bunu nəzərdə tutmayıb. Düzdür, o bunu söylədi. Lakin Paul bunun heç də hamı üçün bir qayda olmasını demədi. Çünki bu Paulun özü üçün belə heç də mütləq qayda deyildi. Paul özü belə bunu qayda elə etmirdi. Təzə insanlarla görüşəndə belə göstərişlər vermirdi. Yaxşı, indi sənin növbəndir, bunu edəcəksən. Səndə bu var, sən isə bunu etməlisən və s. və ilaxır. Xeyr, Paul heç də bu cür etmirdi. Həvarilərin işləri 20-də oxuyuruq. Paul öyrədəndə bütün gecəni vəz edirdi. Paul həmin gecə demirdi, sən bunu vəz edəcəksən, sən isə zəbur oxuyacaqsan. O bunu etmədi. Paul bütün gecəni vəz etdi. Hətta Paul o qədər vəz elədi ki, orada olan bir nəfər yuxuya gedib, yuxarı pəncərədən yıxılaraq ölmüşdü. Paul bu zaman onun yanına qaçdı, ölən adamı götürdü və sonra isə hər şeyi yaxşı qurtardı. Sonra Paul yenidən içəri qayıdıb, səhərə qədər vəz etməyə davam etdi. Bu barədə siz Həvarilərin işləri 29-da oxuya bilərsiniz. Beləliklə, müqəddəs kitabın bir yerində 1 Korinflilərə 14:26-da Paul bunları deyir. Müqəddəs kitabın başqa ayəsində isə Paulun bütün gecəni başqa bir yerdə vəz etdiyi barədə oxuyuruq. Həmçinin Həvarilərin işləri 19-da Paul Efesdəki Tiranın məktəbində hər gün vəz edirdi. Beləliklə, Paul başqalarına tövsiyə etdiyi qaydaları heç özü də yerinə yetirmirdi. Məncə, Paulun 1 Korinflilərə 14:26-da dedikləri məhz Korinfdə olan kilsəyə aid idi. Yəni, Paul bu tapşırığı məhz həmin cəmiyyətə, yəni oradakı ailəyə verdi. Siz bu cür etməlisiniz. Başqa ailəyə isə Paul tamam fərqli tövsiyələri verə bilərdi. Paul özü də bunu başqa cür edirdi. Digər ailələr üçün isə fərqli məsləhətlər verirdi. Bəs nə üçün bu belədir? Çünki eyni olan iki ailə və ya iki imanlılar cəmiyyəti yoxdur. İndi mən sizə bir nümunə gətirəcəyəm. Görəcəksiniz ki, bütün cəmiyyətlər üçün vahid bir kilsə modelini tətbiq etmək qeyri-mümkündür. Beləliklə, bütün kilsələr üçün standart olan bir kilsə modelindən istifadə edə bilməzsiniz. Çünki hər bir kilsə və yaxud hər cəmiyyət bir-birindən fərqlənir. Əgər biz uğurla şagird hazırlamaq istəyiriksə, mükəmməl bir kilsə modelini axtarmaq düşüncəsindən əl çəkməliyik. Burada söhbət bir kilsə modelindən deyil, insanlardan gedir. Kilsə modelindən daha üstün olan bir şeyi görməliyik, ehtiyacı görməliyik. Diqqətimizi kilsə modelinə cəmləməməliyik. İndi mən sizə bir diaqramı göstərmək istəyirəm. Ailə mövzusunda danışacağım növbəti dərsimizdə biz buna geri dönüş edəcəyik. Bu həqiqətən çox gözəl bir nümunədir, ondan çox xoşum gəlir. Bu diaqram bizə Əhd-i Cədid imanlılar cəmiyyətinin və şagirdlik haqqında çox şey öyrədə bilər. İl yarım əvvəl mənim oğlum Sanni, Hanna adlı gözəl bir İsveç qızı ilə evləndi. Beləliklə, Sanni bizim evimizi tərk elədi və Hanna ilə evləndi. Onlar bir ailə oldular. Əvvəlcə Sanni və Hanna uşaqsız bir ailə idilər. Uşaqsız bir ailə olduqları üçün onların özləri, dostları və ürəkləri istədikləri hər şey etmək üçün çoxlu vaxtları var idi. Yəni, ailədə diqqət mərkəzində Sanni və Hanna idi. Belə ki, onlar öz həyatlarını başlıca olaraq elə özlərinə həsr edirdilər. Amma 8 ay əvvəl mənim nəvəm dünyaya gəldi. Toylarından bir neçə ay sonra Hanna hamilə qaldı. Bundan 9 ay sonra onların ailəsində mənim gözəl nəvəm, balaca Davud dünyaya gəldi.
Davud doğulduqdan sonra onların həyatı çox dəyişdi. Hər şey cəmi bir anın içində tamamilə dəyişdi. Onlar hələ də bir ailə olsalar da artıq bu ailənin körpəsi də var idi. Beləliklə onlar daha uşaqsız ailə həyatını körpə olan evdə yaşaya bilmirdilər. Bir günün içində hər şey dəyişdi. Yəni hələ dünən etdiklərini daha bugün edə bilmirdilər. Siz Leni və mənə baxsanız, bizim hələ də bir ailə olduğumuzu görərsiniz. Çünki bizim evimizdə hələ daha 2 övladımız var. 16 yaşı olan Stefani və 13 yaşlı Simon adlı 2 qızımız var. Beləliklə bizim evdə hələ də uşaqlarımız var. Amma artıq bizim körpə uşaqlarımız yoxdur. Biz daha gecələr durub körpələrə süd vermirik. Çünki biz indi artıq evində südəmər körpəsi olmayan, lakin hələ də uşaqları olan bir ailəyik. Eyni zamanda biz indi həmçinin nənə və babayıq. Övladımızın biri evi tərk edib. Artıq biz nənə və babayıq. Məncə bu nümunə çox aydındır. Mən model sözündən istifadə etmədim. Çünki bu termini heç bəyənmirəm. Amma burada imanlılar cəmiyyətinin çox aydın bir təsviri verilir. Çünki imanlılar cəmiyyəti bir ailədir. Biz burada nə görürük? Hələ övladı olmayan bir ailənin köməyə ehtiyacı var. Uşağın olması yeni ailə üçün növbəti bir addımdır. Sonra onların öz uşaqları doğulur. Birdən uşaqlar diqqət mərkəzində olurlar. Söhbət, süd, uşaq bezləri və bir çox başqa şeylərdən gedir. Özü də valideynlər dünənə qədər etdiklərini artıq bugün edə bilməzlər. Hər şey bir günün içində tam dəyişir. Çünki indi onlar həyatlarında uşaq dünyaya gətirmək və doğulan körpələri böyüdüb boya başa çatdırmaq dövrünə qədəm qoydular. Sonra isə elə bir dövr gəlir ki, siz artıq körpələriniz olmasa da, ancaq indi böyüyən və evi tərk etməyə hazırlaşan övladlarınız olur. Siz öz uşaqlarınıza baxırsınız. Bu dövrdə siz onları yetkinlik yaşına çatıb ata evini tərk edənə qədər öyrədirsiniz. Bundan sonra isə artıq sizin nəvələriniz olur. İmanlılar cəmiyyətində də eyni ilə belə olmalıdır. İmanlılar cəmiyyəti ailəyə bənzər olmalıdır. Siz ailədə yenidən doğulursunuz. Bu zaman südə ehtiyacı olan körpəyə bənziyirsiniz. Siz burada böyüyürsünüz. Yetkinlik yaşına çatdıqdan sonra evi tərk edirsiniz. Çünki indi siz artıq öz ailənizi qurursunuz. Əgər bu vərəqlərdə yazılanları imanlılar cəmiyyətinə aid etsək görəcəyik ki, hər bir imanlılar cəmiyyəti o birindən fərqlidir. İmanlılar cəmiyyətində uşaq olmayanda onlara bu sahədə kömək etmək lazımdır. Beləliklə, uşaqları olmayan imanlılar cəmiyyətinin köməyə ehtiyacı var. Hansı köməyə? Uşaq dünyaya gətirməsi üçün köməyə. Əgər imanlılar cəmiyyətinin uşaqları yoxdursa, bu heç də yaxşı hal deyil. Əlbəttə ki, biz burada imanlılar cəmiyyətinin ruhani uşaqlarından danışırıq. Deməli, burada nə isə səhvdir. Yəni, ruhani uşaqlar olmayan imanlılar cəmiyyətində nəsə səhvdir. Orada nəsə səhvdir. Əgər 10 il əvvəl cəmiyyətin üzvlərinin sayı bugün olduğu kimi elə 20 nəfərdirsə, deməli bu imanlılar cəmiyyəti heç də sağlam deyil. Bağışlayın, mən indi sizi biraz qızıqlandıracağam. Uzun müddət əvvəl ziyarət etdiyim bir kilsəni xatırlayıram. 2 həftə əvvəl ruhdan doğulmuş bir qız da mənimlə idi. Həmin bazar günü o kilsədə vəz etməli idim. Yeri gəlmişkən, mən adamları oyatmağı xoşlayıram. Ona görə də həmin qızı toplantının əvvəlində adamların qarşısına çıxartdım. Oradakılara dedim, bir bu qıza baxın, o artıq 2 həftədir imandadır. O artıq 2 həftədir ki, iman edib. Bu zaman hamı əl çalaraq dedi, təbrik edirik, ailəyə xoş gəldin. Oradakıların hamısı bu qızın yenicə iman etdiyinə görə çox sevindi. Bu zaman mən həmin kilsədəkilərə sual verdim. Hə, siz yenicə iman edən belə bir insanı axırıncı dəfə nə vaxt görmüsünüz? Axırıncı dəfə kimin ruhdan doğulmasına belə sevinmisiniz? Mənim sualım bütün kilsəni tam sarsıtdı. Hamı donub qaldı. Onlar heç də yaxşı görünmürdülər. Sonuncu dəfə onlar Məsihi yenicə tanımış adamı 5-6 il əvvəl görmüşdülər.
Bəzi kilsələr isə kiminsə Məsihə gəldiyini ümumiyyətlə heç vaxt görməyiblər. Deməli, bu yaxşı icma deyil. Burada nəsə səhvdir. Ailə olmaq, bütün yer kürəsi üzrə törəyib sayca çox olmaq deməkdir. Allah məhz bunu bizə əmr etmişdi. Yəni, ailədə həm fiziki mənada körpə və uşaqlarımız olmalıdır. Həmçinin imanlılar cəmiyyətində də ruhani mənada körpələr və uşaqlarımız olmalıdır. Siz uşaqsız bir kilsədəsinizsə, həmişə eyni iş edirsiniz. Təlim, 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 sonsuz ilahiyyat, təlimin əsasları. Dayanın. Əgər uşaqlar yoxdursa, siz onlara kömək etməlisiniz. Bu halda kilsəyə bir müjdəçi və ya bir nəfər gəlir. Müqəddəsləri səmərəli olmaq üçün təhciz edir ki, onların uşaqları olsun. Kilsə üzvlərini bal arıları, çiçəklər haqqında öyrətmək lazımdır. Xeyr, bu bir zarafatdır. Siz kilsəni uşaqları dünyaya gətirməyi öyrətməlisiniz. Müjdəni vəz etməyi, müqəddəs ruhla idarə olunaraq insanları Məsihə gətirməyi, əminamanlığa layiq olan adamı tapmağı öyrətməlisiniz. Övladı olmayan ailəyə dünyaya uşaq gətirməkdə kömək eləmək lazımdır. Bəs uşaq olandan sonra nə etmək lazımdır? Əgər sizin birdən 5 uşağınız olsa, dünən yaşadığınız kimi daha yaşaya bilməyəcəksiniz. Əgər kilsənizdə birdən 5 nəfər yeni imanlı peyda olsa, daha əvvəlki kimi yaşaya bilməyəcəksiniz. Əvvəllər etdiyiniz kimi hər gün küçələrdə müjdəni yaymağa çıxa bilməzsiniz. Çünki artıq 5 körpəniz var. Bu körpələrə süd verməlisiniz. Bunları başa düşmək çox vacibdir. Çünki biz körük, ətrafda baş verənləri görmürük. Biz hər zaman adət etdiyimiz işləri görməkdə davam edirik. Hətta əvvəllər etdiyimiz kimi hər gün müjdəçiliyə çıxırıq. Uşaqlar olmayanda küçələrdə müjdəni vəz etmək çox yaxşıdır. Amma əgər körpələriniz varsa, onları başlı başına buraxıb heç yerə getməyin. Onlara süd verin. Körpə uşaqları olan imanlılar cəmiyyətlərinə kömək etmək lazımdır. Digər kilsələr kimi bu kilsələrin də ehtiyacı var ki, kimsə gəlib onları öyrətsin. Onlara kömək eləsin. Əsas təlimin bünövrəsini qoymaq üçün onlara kömək lazımdır. Onların 5 güşəli xidmətə ehtiyacları var. Körpələrə süd vermək üçün kimsə gəlib onlara kömək etməlidir. Amma körpələrə ömür boyu süd verməməlisiniz. Süd odur ki, ana yemək yeyir. Sonra körpəyə süd verir. Çünki körpə özü hələ yeyə bilmir. Biz ruhani uşaqları öyrətməliyik ki, onlar çox tez bir zamanda böyüyüb, özləri yemək yeməyə başlasınlar. 10, 20 və 30 ildən sonra insanların hələ də kiminsə onlara öyrətməsinə ehtiyac duyurlarsa, bu artıq problemdir. Çünki artıq onlar yetkinləşməli idilər. Onlar artıq yetkin olmalıdırlar, özlərini qidalandırmalıdırlar. Əvvəlcə siz bünövrəni qoyursunuz. Sonra uşaqlar olur. Sonra uşaqları şagird kimi hazırlamaq lazımdır. Onlar müqəddəs ruhdan asılı olmağı öyrənməlidirlər. Bu vərəqdə müqəddəs ruhdan asılı olmalıdırlar yazmışam. Çünki onlar sizdən asılı olmamalıdırlar. Bu bir problemdir. Kilsələrdə olan bir çox insanlar şagirdlərini buraxmaqdan qorxurlar. Bir çox ailələrdə bu belədir. Yadımdadır. Mən evdən çıxanda anam ağlayırdı. Ay, Torben evimizi tərk edir. Anam üçün məni buraxmaq heç də asan deyildi. Bir çox kilsələr başa düşməlidirlər ki, bu uşaqlar onlara bütün həyatları boyu orada qalmaqları üçün verilmir. Bu uşaqlar onlara qısa bir müddət üçün verilir. Onlar böyüməlidirlər, yetkinləşməlidirlər, öyrənməlidirlər, şagird olmalıdırlar. Sizdən asılı olmamalıdırlar. Allahdan asılı olmalıdırlar. Onlar böyüməlidirlər. Özləri yemək yeməlidirlər. Allahdan asılı olmalıdırlar. Evi tərk etməlidirlər. Öz şəxsi ailələrini qurmalıdırlar. Təbiət aləmində belə olur. Təbii aliyə nəzər saldıqda biz bu 4 mərhələni görürük. Əvvəlcə uşaqsız ailələr olur. Onlara öz uşaqlarını dünyaya gətirmək üçün kömək lazımdır. Körpəsi olan ailələr olur. Onlar körpələrin qayğısına qalmalıdırlar. Uşaqlı ailələr var. Uşaqları öyrətmək lazımdır ki, onlar böyüsünlər, yetkin olsunlar.
Uşaqlar məsuliyyətli olsunlar. Körpə heç bir məsuliyyət daşımır. Körpəyə deyə bilməzsiniz, get otağını təmizlə, qabları yu. Amma böyümüş uşaqlara bunları deyirsiniz. Çünki uşaqlar bu işləri görməyi öyrənməlidirlər. Əgər onlar bunları öyrənməsələr, heç vaxt yetkin olmayacaqlar. Onlar yetkin olmasalar, heç vaxt evdən çıxmayacaqlar. Öz şəxsi ailələrini də qura bilməyəcəklər. Ailələr var ki, övladları artıq böyüyüb və gediblər. Ailələr var ki, orada baba və nənə var. Nənə və babalar öz övladlarına nəzarət etməməlidirlər. Bu çox vacibdir. Onları buraxmaq vacibdir. Onlar müstəqil olmalıdırlar. Oğlum Sanni və onun arvadı Hanna artıq yetkindirlər. Onlar tam müstəqildilər. Mən onları dəstəkləyə bilərəm, amma onlara nəzarət edə bilmərəm. Onlara öz ailələrini necə idarə etməli olduqlarına dair göstərişlər verməməliyəm. Ailəsini necə idarə edəcəyini özü bilər. Mən sadəcə onu dəstəkləyə bilərəm. İmanlılar cəmiyyəti də eynən belə olmalıdır. Bu barədə sonra daha ətraflı danışacağıq. Beləliklə, kilsə ailəyə çox oxşuyur. Kilsədə bizim körpələrimiz olmalıdır. Hər bir imanlılar cəmiyyətində uşaqlar mütləq olmalıdırlar. İmanlılar cəmiyyətində körpələr olmayanda, körpələri dünyaya gətirməyin yolunu öyrənməliyik. Yəni, siz bunun yolunu öyrənməlisiniz. Bütün bunlar Pionerlər məktəbində öyrədilir. Bunları sizə addım-addım öyrədirik. Luka 10-da əminamanlığa layiq olan insanı necə tapmağı, müjdəni necə vəz etməyi, insanları Məsihə necə gətirməyi, ailədə körpələri necə dünyaya gətirməyi də öyrədirik. Ailədə körpələri necə dünyaya gətirməyi öyrədirik. Sonuncu reformasiyada biz bu sahədə çox irəliləmişik. Yəni, diqqətimizi əsasən uşaqları dünyaya gətirməyə, bu həyatı necə yaşamağa, gedib bəhrə verməyə yönəltmişik. Lakin biz həmçinin anlayırıq ki, təkcə körpələri dünyaya gətirmək kifayət deyil. Həm də bu körpələrə süd vermək də lazımdır. Bunu başa düşmək vacibdir. Biz ətrafımızdakı bu insanlara təkcə süd verməməliyik. Biz onlara yemək yeməyi öyrədirik. Çox cəld öyrədirik ki, onlar özləri yemək yesinlər. Daim bizdən süd gözləməsinlər. Bunu başa düşmək vacibdir. Hansı cəmiyyətə mənsub olmasından asılı olmayaraq, bizim uşaqlarımız olanda, bu uşaqlar bizim yanımızda çox qısa müddət qalmalıdırlar. Bu zaman onlar yetkin olmağı, böyüməyi, ata evini tərk edib şəxsi ailələrini yaratmağı və özlərinin ruhani övladlarına malik olub, onları necə böyütmələrini də öyrənməlidirlər. Onlar da həmçinin böyüyür, evlərini tərk edir və öz ailələrini qururlar. Bu zaman biz artıq yalnız valideynlər deyil, nənə və babalar oluruq. Özü də bu təkcə fiziki deyil, həm də ruhani cəhətdən baş verir. Bundan sonra biz ulu baba və nənələr oluruq. Çünki indi bizim nəvələrimizin də öz uşaqları olur. Sonra isə biz daha böyük ulu baba və nənələr oluruq. Beləliklə, biz bir müddət sonra daha lap ulu babalar və nənələr oluruq. Bu yolla imanlılar cəmiyyətinin üzvlərinin sayı çoxalır. Biz də imanlılar cəmiyyətinin böyüməsini görürük. Bunun təməli isə elə eyni qalır. Ailə, həyat, bu heç də mükəmməl bir model deyil. Çünki bir ailə üçün faydalı olan model digər ailəyə yaramır. Bu ailə üçün faydalı olan model isə o biri ailə üçün yararsız olur. Bu ailə üçün isə həmin model bugün faydalı ola bilər, amma sabah yox. Çünki uşaqlar sabah evi tərk edəcəklər. Yaxud da dünən faydalı olmayan bu model bugün və sabah faydalı olacaq. Ümid edirəm ki, siz bundan özünüzə nə isə götürə bildiniz. Növbəti dərsimizdə mən bu şeylər haqqında daha praktik şəkildə danışmağa davam edəcəyəm. Bunun necə işlədiyini, bir cəmiyyətdə ehtiyacın nə olduğunu, bugünkü ehtiyacın nə olduğunu, daha tez necə görə biləcəyinizi öyrətmək üçün sizə çoxlu nümunələr verəcəyəm. Beləliklə, biz buradan ora və oradan bu varianta necə keçməyimizi, eləcə də daha sonra bunların dairəvi olaraq necə təkrarlanmasını araşdıracağıq. Bunu öyrənmək və yerinə yetirmək mümkündür. Mən bu barədə növbəti dərsdə danışacağam.
Növbəti dərsdə daha konkret nümunələr gətirəcəyəm. Rəbb sizə xeyir dua versin. Növbəti dərsdə görüşənə qədər sağ olun.